şənbə günü istirahətinizi ən gözəl şəkildə necə keçirə bilərsiniz? Həmin günü səhəri Ağdama çıxıb, həmin günü də qayıtmaq Azərbaycan Dəmir Yollarının qatarı ilə çox gözəl bir layihədir bu və bu açılanda mən çox sevinmişdim və onu da qeyd edim ki, Dəmir Yolundan bilet alanlar, Ağdam istiqamətinə bilet alanların avtomatik şəkildə portalda qeydiyyatı keçirilib. Çox həyəcanlıyam çünki mən Ağdamda 5 il əvvəl olmuşam və hazırda qatarın ilk dəfədir o gözəl yola səfər edəcəm. Və bugünkü səfər yoldaşım Emacımdır. Yenə də bir yerdəyik, çox həyəcanlıyam. Mən olmuşam, sən olmalısan və sənin ilk dəfədir bir səfərindir Ağdama. Biri var ki eşidirdim, biri var ki şəbəkələrdən görürdüm. Bugün Allah qoysa qismət olsa, zaten qismətdir. Mən gözümlə görəcəm. Sadəcə olaraq səhər-səhər yağış bizi yaxalayıbdır. Ruzudur. Bəli. Yolumuz açıq olsun. Amin. Bakı-Ağdam qatarının dayanacaqlarından biri Bərdədir və bu çox gözəl bir durumdur. Çünki ayrıca Bərdə üçün gəlməyə və Azərbaycanın bu qədim paytaxtı, qədim şəhəri olan Bərdə şəhərini abidələri ilə, gözəlliyi ilə çəkməyə bir stimul verir. Təxmini 5 saat 50 dəqiqəlik bir yoldur. 07:10-da Bakıdan çıxır və 11:58-də Ağdama çatır və artıq bundan sonra bizim Ema xanımla Ağdam səfərimiz başlayır ki, bunu da artıq ikinci videoda göstərəcəm.